Bu zamananın uşaqları tam başqa, bizim zamananın uşaqları başqa. İndi uşağa söz demək olmur. Söz deyirsən adamın ağzından vururlar. Adamın sözü adamın ağzında qalır. Deyirsən bala, dərsin deyir, oxuyacaq. Söz çatımı olmuş uşağa. Bizim vaxtımızda belə deyildi. Bizim tuxumuz neydi ki biz atamızla, anamızla biz nəsə başqa cür bir danışaq. Atamız döyərdi. Atamızın biz sözün içərəsi bizi o dəqiqə döyərdi. Ağlayardıq bir də çırpar ki, nə ağlayırsan? İçimizdə ağlayardıq. Der ki, ut səsini. Biz yerimizi batırardıq uşaq vaxtı. Bəlkə də biz ağlamağımızın o göz yaşlarıdır ki, biz gəlib bu yerə uşaqlar var. Hamısının beri bir yerədir. O kadar telefondan oynuyorlar ki. O kadar uşaq bax belədir. Amma bizim bu Pakaleniyanın o kişiler hamısı görsən bel belədir. Ham bel belə. Niyə? Oxlaq sınıf burada ona görə.